Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərinin su ünsürlərini 6 oktyabrdan 13 oktyabra doğru nələr gözləyir? Balıqlar bu həftə belə deyim də yarımçıqlığın təsirində çox olacaq. Sanki bilirsiniz necə? Addım və hərəkətləriniz artdıqca yarımçılığınız daha da artacaq. Qərarsızlığınız zaman çərçivəsinə doğru daha da artacaq. Ən çox bu həftə nə etməlisiniz? Yer dəyişmənizi düşünməlisiniz. Yəni işlə bağlı yer dəyişmə etmək istəyirsiniz, bunu düşünməlisiniz. Zaman çərçivəsinə doğru ortada boşluqlar varsa bunları düşünməlisiniz. Çünki gələcəyə doğru elə bir vəziyyətdə olacaqsınız ki, həm stabilliyinizi, həm də öz dəngənizi yüksək səviyyədə qura bilməyəcəksiniz. Yəni bəzi şeyləri vaxtında etmədiyinizə görə onların itkisini, onların uğursuzluğunu, onların qərarsızlığını yaşayacaqsınız. Bu həftə dəyişim üçün, özünüzü kəşf etmək üçün çox gözəl zamandır. Amma bu həftə balıqlar çox ehtiyatlı olmalı. Çünki bu həftə sizə doğru olunan oyunlar, sizə doğru olunan ətrafınızda olan bütün hər bir şey çox yüksək səviyyədə hiss eləyəcəksiniz və hiss etdiyiniz hər bir nüans, belə deyim də, maddisal itkiyə apara bilər və yaxud da maddisalla bağlı aldanma ola bilər, maddisalla bağlı boş yatırım ola bilər. Bunlara çox ciddi fikir verməlisiniz. Maşınla, yolla əlaqədar balıqlar gözləmədiniz, problem gözləmədiniz, yarımçıqlar olacaq ki, bu problemlər nəticəsində, belə deyim də, özlüyünüzdə psixoloji olaraq, stres olaraq, nevroloji olaraq biraz belə deyim boşluğa düşə bilərsiniz. Ümumi əslində sağlamlıqla əlaqədar da bədən ruhsal enerjiniz xoşuma gəlmədi. Sadəcə şanslarınız çox gözəldir. Bu həftə hər bir şeyi şans olaraq qabağa çəkib özünüzü gücləndirə bilərsiniz. Şanslarınızı aktivləşdirsəz 75-76%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Oynaq sümük sistemimizə fikir verin. Xərçənglərə gələndə xərçənglər bu həftə romantik həftədir. Bu həftə o qədər romantik olacaqsınız, dəhşətli dərəcədə. Hər şey hiss və emosiyalarınızdan idarə etməyə çalışacaqsınız. Bu həftənin ortalarına doğru 3-cü, 4-cü günlərdə daha soyuq olacaqsınız, daha kritik olacaqsınız. Daha belə deyim, hər şey kəskin şəkildə idarə etməyi sevəcəksiniz. Biraz dincəlməlisiniz. Ruhsal olaraq, bədən olaraq çox dincəlməli vəziyyətə keçməlisiniz. Çünki pauza vəziyyətində qaldıqca soyuqluğunuz, belə deyim də, gücünüz, hərəkətləriniz zəifləmiş bir vəziyyətdə olacaq. Emosional olduğunuz üçün bu həftə maddisal hesaba girə bilməyəcəksiniz. Şəxsiyyətlə əlaqədar olaraq, fiziki bədən olaraq, enerji olaraq ora daha çox adaptasiya olunmağa çalışacaqsınız. Ora daha çox fokuslanacaqsınız. Və bu həftənin sonlarına doğru alacağınız 2 xəbər sizi qərarsızlıqda saxlayacaq. Hansı istiqamətə doğru getmək lazımdır deyə. Biraz ehtiyatlı olun. Böyük ehtimal səhv qərar verəcəksiniz. Çünki keçmişi dala qaytarmaq istəyinizi təzədən bərpa etmək istəyəcəksiniz. Sağlamlıqla əlaqədar olaraq bilmirəm. Qanazlıqdırmı? Qan dövranınızda tutulmalardır, tromblarda, ayaqlarınızda, damar sisteminizdə bilmirəm, nəsə problemimiz var. Xərçənglər buna ciddi bir şəkildə fikir versiniz, 69-72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Əqrəblərə gələndə isə əqrəblər bu həftə çox kəskinsiniz, çox soyuqsuz. Yəni, sizə söz demək bu həftə mümkün deyil. Hər şeyə negativsiz. Nəsə fikir bildirəndə negativ düşüncələrə qərq olursunuz və hər şeyi negativə doğru aparıb qısıtlayırsınız. Maddisal məxaricinizə fikir verirsiniz. Alqı-satqı nə əlaqədar, maddisal məxariciniz nə əlaqədar dəngəviz bərabərli şəkildə olmayacaq. Və ona görə belə deyim də, əqrəblər, həftənin yarısında çox soyuq, çox ağıllı, qocaman, müdriksiz, həftənin sonları doğru egoist, özgüvənli, özünüzü düşünən, hər kəsdən uzaqlaşmış bir şəkildə olacaqsınız. Sanki ikili istiqamətdə davam eləyəcəksiniz. Amma buna baxmayaraq, evren sizə həftənin əvvəllərindən, belə deyim də, cümə gününə qədər gözəl bir xəbər yönləndirəcək ki, həmin xəbərə əsasən o qurduğunuz sərhədlər var, bütün sərhədləri qıra bilərsiniz. Amma o beyninizi istifadə edə bilsəz, zaten sərhədlər çoxdandan olan sərhədlərdir. Bu sərhədlərdə ən çox ailəvizə qarşı sərhədlərdir. Bunu istəmirəm bu qədər belə alınmasını. Anlayırsınız məni? Çünki həyatınızda elə bir insan olacaq ki, onunla da bağlı sərhədlər çəkəcəksiniz və daxili boşluğa, daxili yarımçılığa düşmüş bir vəziyyətiniz olacaq. Ümumi həftəni dəyərləndirsə əqrəblər 74%-ə qədər həftənizi uğurlu edə bilərsiniz.